Salam. Maddə miqdarı Avogadro qanununa aid olan test tapşırıqlarının izahını izləyirik. Hansı maddənin 100 qramı normal şəraitdə daha çox həcm tutar? Biz bilmirik burada hansı maddəni götürmüşük. Ona görə x qəbul edək. 100 qramı normal şəraitdə daha çox həcm tutur deyəndə görək 100 qram nə qədər həcm tutur? V qramın aşağısına molyar kütlə düşməlidir, mR və həcmin aşağısına isə normal şərait dediyinə görə 22,4. Baxın, biz burada V-ni tapdığımız zaman 22,4-ü 100-ə vurub mR-ə, yəni molyar kütləyə bölməliyik. Buradan da görürük ki, bizim sürətimiz onsuz da dəyişməyəcək. Məxrəcdə isə molyar kütlə yazdıq. Demək ki, məxrəcdə cavabım nə qədər vermiş rəqəm nə qədər kiçik olsa, mənim cavabım o qədər böyük olacaq. Demək ki, buradan da daha çox həcm tutar deyirsə, mən məxrəcim az olan bir maddəni götürməliyəm. Burada da ki, molyar kütləsi ən az olan 17 olan amonyakdır. Doğru cavabımız olacaq. Bir də A variantı. İkinci sualda deyir, müəyyən həcm metanın kütləsi 80 qramdır. Baxın, burada həmin həcm azotun kütləsini soruşur. İlk öncə həcmdən əlavə burada hansı şərait olduğu verilməyib. Ona görə mola çevirib keçsək daha yaxşı olur. Metan 80 qramdır verilmiş kütləsi və ayrı mR belə deyək, molyar kütləsi 16-ya bərabərdir. Biz də nü bərabərdir m bölü m düsturundan molunu tapa bilərik. 80-i 16-ya böldüyümüz zaman taparaq ki, 5 moldur. Demək ki, bizə həmin həcm deyirsə, orada molu da eyni götürə bilərik. Yəni 5 mol azotun kütləsi nə qədər olar deyəndə onda 5-i vurmalıyıq. Bir azot 14 idi, N2 dediyinə görə 28, özü də bizə verib. 5-i 28-ə vururuq, cavab olur 140. Sonra gəlirik 3-cü suala. Baxın, burada asan qayda da var. Bizə deyəndə ki, eyni şəraitdə propanda olan molekulların sayı üst litr asidində olan molekulların sayından nisbətən çoxdur deyəndə nisbət şəklində yaza bilərik. Amma bir də gedək görək bunu necə tapdıq. Baxın, tutaq ki, C3H8 verilib. Bir də ki, asetilin verilib. C2H2. Tutaq ki, biz çaşmışıq, imtahandayıq, həyəcanlıyıq. Bilmirik necə işləyək. Onda əsas bildiyimiz yer nədir? Tənasüblə işləmək. Bax, ona qayıdaq. 6 litr propanda bilmirəm nə qədər molekul var. X qədər. Eyni şərait verib, biz bunu V-lərini eyni götürək. V qədər C3H8-də də nə var? Molekul sayını tapanda Na olmalıdır. Biz buradan X-i tapsaq, 6 vur Na böl V kimi yaza bilərik. C2H2-də də 3 litr asetilində olan deyir molekulların sayı. 3 litr asetilində bilmirəm nə qədərdir molekul sayı. Yenə V yazıram. V qədər də isə Na-ya bərabərdir. Mən buradan Y-də tapanda 3 vurulsun Na böl V olar cavabım. İndi mənə deyir ki, burada deyir, eyni şəraitdə 6 litr propanda olan molekul sayı 3 litr asetilində olan molekul sayının nə qədər çoxdur? 6 Na böl V-ni bölməliyəm nəyə? 3 Na böl V-yə. Burada da bilirik ki, bölmə olanda vurmaya çeviririk və sürətlə məxrəc yerini dəyişir. 6 Na böl V vur. V böl 3 vur Na qalar. V-lərimiz ixtisar gedəndə, Na-larımız ixtisar gedəndə 6 böl 3, 2 tapmış olaraq. 4-ü eyni qayda ilə işləyəcəksiniz. 5-də deyir, eyni şəraitdə bərabər sayda azot və oksigen molekulları götürülüb. Qazların kütlələri arasındakı münasibət necədir? Baxın, bərabər sayda molekul götürülüb. Nü bərabərdir, N böl Na düsturumuz var, düzdürmü? Bunu həm azot üçün yazıram, həm də oksigen üçün yazıram. N böl Na. Mənə nə dedi? Deyir ki, bərabər sayda molekullar var. Demək ki, mən burada N'in yerinə eyni bir rəqəm yazacağım hər ikisində. Na-larımın da qiyməti eyni olduğuna görə belə çıxır ki, onda mənim nülərim bərabər olacaq. Nü də nədir? Yəni mol miqdarlarım. Təqribi özümüzdən bir mol miqdarı götürsək, məsələn, N2 yazaq, O2 yazaq, hər ikisini 1 mol götürək. 1 mol götürsəm, burada kütlə nəyə bərabər olacaq? 28 vur 1-ə, yəni 28-ə. Burada isə 32-yə bərabər olur. İndi mən kütlələri müqayisə eləsəm, azotun kütləsi kiçik olacaq oksigenin kütləsindən. 6-cı məsələni sözünüzü işləyirsiniz. 7-ci suala baxaq. H2S verilib.
Baxın, bunlara aid olanların hərəsinə aid 1-2 misal işləyəcəm, amma digərlərini özünüz taparsınız. 5 mol deyir, H2S-də neçə molekul var? Mol verildi, neçə molekul olduğunu soruşur. Bilmirəm, X molekul var. Mol veribsə aşağıya 1 mol düşməlidir. 1 mol yazdım. Bura nə düşür? Molekul dediyindən 6 tam %2 vurulsun 10 üstü 23 uyğun gəlir. X də tapanda X bərabər olur 5 vur 6 tam %2 vurulsun 10 üstü 23'ə. Buradan hesablayırıq. Daha sonra 8-ci sualda deyir ki, CO2-də neçə molekul var? Bunu biz düsturla da gedə bilərik. Məsəl üçün, molu tapıb, sonra molekulu da tapa bilərik və ya da ki, belə tənasüblə işləyə bilərik. Burada bir çox məsələ var ki, onları ancaq tənasüblə işləyəcəm mən ki, hamısı eyni yolla gedilmiş olsun, sizə də rahat olsun. 224 litr CO2-də neçə molekul var? Bilmirəm yenə neçə molekul var. Litr deyəndə aşağıya 22,4 düşür. Molekulda dediğimiz zaman yenə 6 tam %2 vurulsun 10 üstü 23. Biz buradan x-i tapanda ne edirik? 224'ü 6 tam %2 vurulsun 10 üstü 23'e vurup 22,4'e bölürük. Sonra 9-cu sualda burada bizə nə verib? Deyir ki 15,8 qram natrium 2, S2, O3'də S atomların, yəni kükürt atomların sayını soruşur. Baxın, 15,8 qramda. Bilmirəm nə qədər kükürt atomu uyğun gəlir. X. Amma mənim birləşməmdə 2 kükürt olduğuna görə bura gətirib 2 yazmalıyam. Qramın aşağısına qram düşməlidir. Yəni molyar kütlə və yaxud da nisbi atom kütləsi 158 verildi. Atom dediyi zaman isə biz nə edirik? Sayı 2-ni vururuq 6 tam %2 vurulsun 10 üstü 23'e. Və 15,8'e 2, 158'e 2 vur 6 tam %2 vurulsun 10 üstü 23 uyğun gəldi. 10-cu suala baxaq. Burada nə verib? X brom 3 verilib. Və bizə deyir ki 0 tam %1 mol X brom 3-ün kütləsi 2 tam %67'dir. Yəni bura 2 tam %67 uyğun gəldi. Mol dediyi üçün molun aşağısına 1 mol düşür. Kütlə qram verdiyinə görə biz molyar kütləni yazmalıyıq. X-in ayirini bilmirəm, ona görə X yazıram. Üzərinə gəlirəm 3 vur. Bromun nisbi atom kütləsi 80'ə bərabərdir. 3 vur 80. Buradan 100'ə vursam, 100'ə vursam azad eləsəm, X üstə gəl 240 bərabərdir 267 alaram. X də buradan hesablasam 27 olar. Sonra burada deyir müəyyən həcm propanın kütləsi 8,8 qramdır. Həmin həcm karbon monoksidin kütləsi neçə qram olar? Əvvəldə dediyim kimi, baxın ilk məsələdə nə elədik? Bunu çevirdik mola. 8,8 qram propan molunu tapdığımız zaman nə etməliyik? Verilmiş kütləni molyar kütləyə bölməliyik, yəni 44'ə böldük. Böldüyümüz zaman cavabı aldıq 0,2 mol. Həcmlər bərabərdirsə, onda molları bərabər kimi götürə bilərik. Yəni 0,2 mol, onda karbon monoksidin kütləsi nə qədərdir kimi baxırıq. 0,2-ni vururuq, molyar kütlə 28'dir. 28'ə oradan da cavabı tapdıq 5,6. Növbəti suala baxaq. 12-də nə dedi? Deyir X2O. 18 qram X2O maddəsində olan bütün atomların sayı 6 %2 vurulsun 23'ə bərabərdir. X elementinin nisbi atom kütləsini hesablayın. Baxın, 18 qrama uyğun gələn atom sayı 6,2 vurulsun 10 üstü 23'dür. Bu şəkildə yazdıq. Bəs yaxşı, qramın aşağısına nə düşməli idi? Molyar kütlə. Molyar kütləni hesablayaq. X-in nisbi atom kütləsini bilmirəm, ona görə sayını vurdum X-ə. Üzərinə gəldim 16. Burada da axı atom deyib. Atom dediyi üçün baxıram ki 2x bir dənə də oksigen atom var. 3 dənə atom var. Buraya yazıram 3 vur 6,2 vurulsun 10 üstü 23. 6,2 vurulsun 23'lərim ixtisar gedər. 18'i 3'ə vuraram. Eləyər 54. Yəni 2x üstə gəl 16 bərabərdir 54'ə. 2x bərabər olar 38'ə. X də taparam 19. Mən çox vaxt ikisi olmasın deyə tənasübləri quracam əsasən. Siz ona uyğun hesablamanızı apararsınız.
10 üstə, baxın, 1,505 vurulsun 10 üstə 23 sayda dəm qazı molekulu deyir neçə qramdır? Dəm qazı CO-dur və 1,505 vurulsun 10 üstə 23 sayda dəm qazı molekulu neçə qramdır bilmirəm, x qram yazıram. Molekul dediyinə görə aşağıya nə düşməlidir? 6,2 vurulsun 10 üstə 23. Ona da uyğun gələcək nə? Qram. Qram nədir? CO-nun molyar kütləsi. Yəni 12 üstə 16, o da oldu 28. Növbəti 14-cü sualda deyir, oksigen molekulu neçə qramdır? Oksigen molekulu deyəndə O2 yazdıq. 9,3 vurulsun 10 üstə 23 sayda oksigen molekulu neçə qramdır? Bilmirəm, x qram. Molekul dediyinə görə aşağıya düşməlidir. 6,2 vurulsun 10 üstə 23. Qramın aşağısına isə nə düşməlidir? Molyar kütlə oksigen 2 oksigen olduğuna görə 2-ni 16-ya vurduq, 32 oldu. Sonra 15-ci sualda 1,5 mol H-xlorda cəmi neçə atom var? Baxın, H-xlor yazdıq. Hidrogen xloriddir bu. 1,5 molunda neçə atom var bilmirəm, x atom. Molun aşağısında 1 mol düşməlidir. Neçə atom var dedikdə, burada görürəm ki, 1 hidrogen, 1 xlor atomu. Cəmi 2 atom var. Orada da 2 vur, 6,2 vurulsun 10 üstü 23 yazacağım. Daha sonra 16-cı sualda bizə verilib CH4 və deyir ki, 4,48 litrimiz neçə qramdır? Bilmirəm neçə qramdır. Litrin aşağısına 22,4 düşür. Hardan bildim? Çünki normal şərait verilib. Burada isə qramın aşağısına düşməlidir. Molyar kütlə özü də verib bizə 16. Sonra 17-ci sualda CO2 verilib, karbon qazı 112 litr deyir neçə qramdır? Bilmirəm, x qramdır. Litrin aşağısına normal şərait dediyi üçün 22,4 düşəcək. Qram deyəndə isə molyar kütlə özü də bizə verib 44. Sonra 18-ci suala baxaq. Xlor molekulu verilib və bizə deyir 1,505 vurulsun 10 üstü 25 sayda xlor molekulu neçə moldur? Bilmirəm neçə moldur. 6,2 vurulsun 10 üstü 23'ümüz də 1 moldur. Bunu istəsək belə tənasüblə gedə bilərik və yaxud da ki, nü bərabərdir. N böl NA düsturundan da istifadə edə bilərdik. Onsuz da hər iki üsuldan gəlib eyni hesaplamanı alırıq. Sadəcə mən hamısını tənasüblə dediyimə görə elə o istiqamətdə də gedirəm ki, hələ yeni başlamısınız, bir qayda öyrənin, ona uyğun tətbiq edin. Üzr istəyirəm. Burada kalium hidroksid 5,6 qram kalium hidroksid neçə moldur? Yenə deyirəm, baxın, nü bərabərdir. M böl M düsturundan istifadə edib 5,6-nı 56-ya da bölə bilərsiniz. Və yaxud da ki, tənasüb qura bilərsiniz. Kalium hidroksid yazdıq. 5,6 qramımız bilmirik neçə moldur. Qram deyəndə aşağıya molyar kütlə düşür 56. Mol da deyəndə aşağıya 1 mol düşdü. Molun aşağısından belə deyək. Hesablayırsınız. Yenə eyni cavab əldə edəcəksiniz. 20-ci sualda nə deyir? Deyir ki, maddə miqdarları bərabərdir. Yəni, A mol CO2, A mol CO, A mol SO2 var və bunların həcmlərini müqayisə edin. Bizim də bir düsturumuz var idi. Nü bərabər idi V böl VM düsturu, düzdürmü? Bizə normal şərait verilib. Normal şərait deyəndə buradakı VM-in yerinə nə yazmalıyıq? 22,4. Baxın, hər birində bu 22,4-ə bərabərdir. Və hər birində bu nünün yerinə A yazacağım. Demək, mənim V-im nəyə bərabər olacaq? Burada da 22,4 vurulsun A-ya. Axı V-ni tapmaq üçün biz nə etməliydik? Bu V-ni tapmaq üçün nünü V-mi vurmalıydıq. Burada olacaq 22,4 A. Burada da olacaq 22,4 A. Demək ki, V1 V2-yə, V2 də V3-ə bərabərdir. Sonra 21-dədir. 5,4 qram suda neçə molekul var? Suyu yazıram. 5,4 qram su verilib. Neçə molekul var? Bilmirəm. Qramın aşağısına molyar kütlə düşməlidir. O da 18. 18 qramda 6,2 vurulsun 10 üstü 23 sayda molekul var. 22-ci sual. Burada kalium 2, karbon 3. Baxın, kalium karbonatda 13,8 qramında kalium atomlarının sayını hesablayın deyir. Kalium atomlarının sayı nə qədərdir? 2 dənə, 2 yazıram. Demək 13,8 qramında bilmirəm nə qədər atom var.
Ancaq 138 qramında 2 vurulsun, 6,2 vurulsun 10 üstü 23 sayda atom olacaq. Atom sözünü görəndə mütləq orada sayı nəzərə almaq lazımdır. Sonra normal şəraitdə eyni sayda molekulları olan X2, Y4 və X3, Y8 qazları üçün nə fərqlidir deyir. Baxın, yenə bizim bir düsturumuz var. N bərabərdir N böl NA, düzdürmü? Bu həm X2, Y4 üçün, həm də ki X3, Y8 üçün eynidir. Yəni burada molekullarımız bərabərdir deyirsə, n-lərin dəyişməyəcək. Yəni hər iki maddə üçün bu düstur n bərabərdir N böl NA-dır. Baxın, n-lərim eyni olanda, NA-larım da eyni olanda, əlbəttə ki, n-lərim eyni olacaq. Demək ki, mən burada X2, Y4-ü də, X3, Y8-i də eyni mol götürməliyəm. Bilmirəm neçə moldur. Məsəl üçün, A da götürə bilərəm, B də götürə bilərəm, X götürməyək. Maddənin tərkibində var çünki X. Bir də özümdən məsəl üçün rahat olması üçün, hələlik onsuz da hesablama ilə bağlı heç nə demir ki, bir qəbul edirəm. 1 mol kimi götürürəm. Mənə deyir mol sayları fərqli olanı istəyir. Mol saylarım axı eyni oldu. Bunu çıxdıq. Atom sayı. Baxın, burada 2 üstəgəl 4, 6 atom. Burada isə 3 üstəgəl 8, 11 atom oldu. Demək ki, atom saylarım fərqlidir, bəli. Kütlə də deyəndə n bərabərdir M böl M düsturundan hesablayıb tapsaq, M-i tapmaq üçün n-nü, yəni qarşıda verilmiş mol. Mən indi özümdən bir verdim də 5 yazın, 10 yazın, A yazın, nə istəyirsiniz özünüz qeyd edə bilərsiniz. Burada M-i tapmaq üçün nə etməliyik? Molyar kütləyə vurmaq lazımdır. Molyar kütlə nə idi? 2 vurulsun X üstəgəl 4Y. 1-ə də vuranda dəyişməyəcək də bu şəkildə qalır. Aşağıdakı maddədə tapanda 3x üstəgəl 8y vurmalıyam 1-ə. Baxın, axı bunlar kütlələr fərqli oldu. Demək ki, biz 3-ü də götürürük fərqli kimi. Sonra nə deyir? 24-də normal şəraitdə eyni sayda molekulları olan yenə eynidir və deyir fərqli olan nədir? Baxın, burada əgər bizim molekullarımız eynidirsə, yəni mollarımız eyni olacaq onda, kütləmiz fərqlidir. Bəli, kütlə fərqlidir. Həcmimiz, əgər bizim nülərimiz eynidirsə, nü bərabərdir V bölsün VM düsturundan. Normal şərait dediyinə görə, baxın, burada da nü bərabərdir V böl VM yazıram hər iki maddə üçün. Məsəl üçün, bu X2, Y6 üçün olsun. Bu da X4, Y8 üçün olsun. Burada VM normal şərait dediyinə görə 22,4 yazacağım. Molları da, baxın, normal şəraitdə eyni sayda molekul deyəndə nə dedik? Dedik ki, mollarını bərabər götürürük. Nülərimiz bərabər. Bura düşən rəqəmimiz 22,4. Bu V-ni tapacağıq. Burada da yenə nülər bərabər olduğuna görə hər ikisini nü kimi saxladım. V-ni yazdım. Aşağıya da 22,4 düşür. Baxın, bu V-ni tapanda nə olacaq? Nü vur 22,4. Bu V-ni də tapanda nü vur 22,4 olar. Demək ki, mənim həcmim eyni olacaq. Mol saylarım deyil fərqlidir. Xeyr, burada fərqli olan yalnız nə oldu? C bəndi, o da yalnız kütlə. Daha sonra 25-ci suala baxaq. Burada nə deyir? Mol sayları bərabər olan karbon və kükürddən ibarət qarışığın kütləsi 8,8 qramdır. Demək, karbon və kükürt verilib, mol sayları bərabərdir. Bunu da A mol götürün, bunu da A mol götürün və qarışığın kütləsi 8,8 qramdır. Biz bu qarışığın kütləsini tapmaq üçün birinci bunun kütləsi, sonra bunun kütləsini tapıb cəmləməliyik. Kütləni tapanda bayaq dedik ki, nü bərabərdir, M böl M düsturu var. Yəni, M-i tapmaq üçün nə etmək lazımdır? M-i tapmaq üçün nü-nü ayrı M-i belə deyək, vurmaq lazımdır. Burada karbon 12-dir. Nü'nün yerinə A yazırıq. M-in yerinə 12 yazırıq. Oldu 12A. Burada da oldu. 32 vur A. Sonra cəmləyirəm. 12A üstəgəl 32A bərabər oldu 8,8-ə. 44A bərabərdir 8,8. A-nı da tapdım 0,2 oldu. Məndən də nəyi soruşur? Bu qarşılıqda karbonun kütləsi. Yəni 12 vur A-nı soruşur. 12 A-nın da yerinə yazıram 0,2. 12-ni 0,2-yə vuranda cavabım oldu 2,4. Sonra 26-cı sual, rahatdır bunlar. Sink oksid verilib və 324 qramı deyir neçə moldur? Bilmirəm neçə moldur.
Burada 81 düşüb, o da 1 mola uyğun gəlir. Və yaxud da ki, nü bərabərdir m bölü m düsturundan istifadə edib 324-ü 81-ə bölə bilərdik. 27-ci sualı mən izah edirəm, 28-i özünüz yazarsınız. Baxın, natrium 2, SO4 vurulsun 10 molekul H2O. Bizə nə deyir? Deyir ki, 0,2 molunda neçə mol atom var? Bilmirəm neçə mol atom var. Ancaq molun aşağısına 1 mol düşür. Baxın, burada neçə mol atom deyir. Ona görə altdan 102 vurulsun 23 yazmıram. Burada 1-ə də uyğun gələcək nə? Fikir verin. 2, 1, 4, cəmi 7. Burada da 2 üstə gəl 1, 3. Üstü də qarşıdakı ona vuranda 30. Demək ki, 30 üstə gəl 7, 37 yazacağım. 0,2 x, 1'ə də 37. X də buradan tapanda 0,2-ni 37'ye vuranda cavab olur 7,4. 28'i özünüz yazırsınız. 29'u mən izah edirəm. 30'u yenə özünüz yazacaqsınız. Baxın, verilən nədir? C2H6'dır. Burada yenə 90 qram kütlədir. Mol miqdarı bilmirəm nə qədərdir. Burada yenə molyar kütlə düşməlidir. 30'a da uyğun gələcək mol miqdar dediyinə görə 1 mol. X-də hesablayıram 3 olacaq. Sonra digər C2H4'ü yazıram. Yazdıq. İndi burada 56 qramdır. Bilmirəm o mol miqdarı nəyə uyğun gəlir? Bir Y yazıram. Qramın aşağısına molyar kütlə düşməlidir. O da 28 verib bizə. Yazdıq. Molun aşağısına 1 mol düşməlidir. Buradan da Y tapanda 2 olacaq. 30'u da eyni qayda ilə işləyirik. 31-ci sualı mən izah edeyim. 32-ni özünüz sərbəst şəkildə yazmağa çalışın. Bizə verilib CH4, C2H2 və C3H6. Nədir? Mol sayları N1-dir, N2-dir, N3-dür. Və deyir, hidrogenlərin kütləsi bərabərdir. Mən burada hidrogenin kütləsini 4, 2, burada da 6 görürəm. Hidrogenlərin kütləsini eyni etmək üçün nəyə gətirim? Məsəl üçün, bunu gətirək 12-yə. Hamısını 12-yə gətirəndə, yəni hidrogenin kütləsini, buranı, bu hissəni 3-ə vurmalıyam. Bu hissəni 6-ya vurmalıyam. Bu hissəni də 2-yə vurmalıyam. Yəni 3 vur 4 elədi 12, 6 vur 2 12, 2 vur 6 12. İndi N1 3 oldu, N2 6 oldu, N3 də 2 oldu tutaq ki. İstəsəz bunu siz 12-yə yox 24-ə də bərabər eləyə bilərdiniz. Ancaq işimiz sadə olsun deyə mən kiçik rəqəm götürdüm. Baxın, N2 6-dır. O böyük olacaq N1-dən, o da üstü. 6 böyükdür 3'dən. O da böyükdür N3'dən. Yəni 2'dən. Doğru cavabımız nə oldu? N2 böyükdür N1. O da böyükdür N3 B bəndi. Sonra növbəti sual dedim özünüz işləyəcəksiniz. 33-ü mən deyirəm. 34-ü sərbəst şəkildə işləyirsiniz. Baxın, burada hidrogen verilib. Hidrogenin kütləsi verilib. Bir dəfə məndən molu soruşur. Bir dəfə həcmi soruşur. Belə yazaq. 8 kütləsi 8 olanda bilmirəm neçə moldur. 2 olanda ayır. Baxın, birliyi ayır. 2 hidrogen olduğuna görə 2 vur 1, 2 oldu. O da uyğun gələcək 1 mola. X-i buradan tapırıq. 4 etdi. Və yaxud da düstura əsasən nü bərabərdir m bölü m-də 8-i 2-yə bölərdim. Və yaxud da ki, ikinci hissədə həzmi tapanda 8 qram bilmirəm. Həzmi nəyə uyğun gəldi? 2 qramın həcmi isə 22,4-ə uyğun gəldi. Buradan da hesablayanda səhv eləmirəmsə 89,6 alınacaq. Birinci 4, ikinci 89,6. Sonra 35-ci sualda. Burada bizə deyir maddələr verilib, X, Y, Z, ərimə temperaturları verilib, qaynama temperaturları verilib, hansı maddənin 1 molu normal şəraitdə 22,4 litr həcm tutar. Normal şəraitdə 0 dərəcə Selsi nəzərdə tutulur və burada bərk, bu hissə olur maye, bu hissə qaz. Hardan bildim? Maddə əriməyibsə hələ, demək ki, ərinməzdən əvvəl bərk haldaydı. Əridə ancaq qaynamayıb, demək maye aqreqat haldadır. Qaynayandan sonra artıq qaz aqreqat halında olur. 0-ı yerləşdirək. 0 burada yerləşəcək. Bir də üzr istəyirəm. 0 mənfi 20 ilə 60 arasında yerləşir. 0 burada solda yerləşdi. 0 burada, baxın burada sağ, ən sağda yerləşdi. Mən də bilirəm ki, qazların 1 molunun normal şəraitdə tutduğu həcm 22,4-ə bərabərdir. Buradakı Y-im oldu bərk. X-im oldu maye. Ancaq Z-im oldu qaz. Demək mən Z-i seçməliyəm. Doğru cavabımız olacaq yalnız Z.
36-da inşaat mühəndisi qapalı idman zalında ventilyasiya sisteminin səmərəliliyini yoxlamaq məqsədi ilə zalın havasının kimyəvi tərkibini araşdırır. Yoxlayır ki, zalın içərisindəki hava həcmcə 78% azot, 21% oksigen və 1% karbon qazlarından ibarətdir. Zalın həcmi 400 kub metr olarsa, havada olan oksigen qazının həcmini hesablayın. Baxın, burada 400-dür ümumi həcm. Və bizdən oksigen qazının həcmini soruşur. Bəs havada nə qədər idi oksigenin həcmcə 21% olduğunu bilirdik. 400-ün 21%-ni hesablayırıq. 400-ü vururuq, %21 ixtisar getdi. 84 tapdıq. 37-ci sualda deyir ki, kimya mühəndisi müxtəlif qazlarla doldurulmuş hava şarlarının yerdən qalxma qabiliyyətini və sıxlığını müqayisə etmək üçün bir şarı helium qazı, digərini isə karbon qazı ilə doldurur. Hər iki şarın həcmi eynidir və içərisindəki qazların temperaturları bərabərdir. Helium və karbon qazı ilə doldurulmuş şarların sıxlıqları arasında doğru münasibəti müəyyən edin. Biz bilirik ki, düsturumuz belədir. Rho bərabərdir M bölü V. İndi gəlin burada M-in yerinə nə yazırdıq? Əlbəttə ki, emir, air bunlar düşür də. Burada yazaq. Rho-nu tapanda heliuma görə 4 böl həcmlər deyindir. V yazıram. Burada da Rho-nu yazanda, tapanda CO2-nin molyar kütləsi 44-ə bərabərdir. Həcmlər də eynidir V. Baxın, hansını da daha böyük cavab alacağım. Əlbəttə ki, bu heliuma aid idi, bu karbon qazına aid idi. Rho yazaq belə. Rho CO2 böyük olacaq Rho heliumdan. Yəni, burada olacaq B bəndi. Sonra gəldik növbəti suala. Deyir, kimyaçı müxtəlif qazlarla doldurulmuş şarlardan istifadə etməklə havada müxtəlif qazların paylanmasına aid təcrübə aparır. O şarlardan birini helium, digərini azot, o birini isə oksigen qazı ilə doldurur. Daha sonra şarlar havaya buraxılır. Təcrübə zamanı məlum olur ki, X qazı ilə dolu olan şar yuxarı qalxmır. Baxın, şar o zaman yuxarı qalxar ki, onun sıxlığı havanın sıxlığından az olsun. O halda yuxarı qalxmaz ki, sıxlıq havanın sıxlığından böyük olsun. İndi baxaq, deyir, havaya buraxılır, təcrübə zamanı X qazı ilə dolu şar yuxarı qalxmır. Demək ki, burada X-in sıxlığı 29-dan böyükdür. Yəni, bu hansı qaz ola bilər? Helium ola bilməz, helium yüngüldür, havaya qalxacaq. Burada azot və yaxud da oksigen ola bilər deyə düşünürük. İndi baxaq, görək nədir? Y qazı ilə dolu olan şar sürətlə yuxarı qalxır. Y-imiz onda olacaq helium. Baxın, ya budur, ya bu. Sonra gəldik nəyə? Demək, biz bu variantları çıxmışdıq. İndi C bəndə də getdi və deyil, Y qazı ilə dolu olan şar sürətlə yuxarı qalxır. Z qazı ilə dolu şar isə azca yuxarı qalxıb dayanır. Aha, burada indi aydın oldu artıq. Demək, qalxıb dayanırsa, burada havanın sıxlığına yaxın bir sıxlığa malik olan qaz olmalıdır. Demək ki, biz Z-imiz az yuxarı qalxıb dayanırsa, bunun emiri 28-ə bərabər olmalıdır. Demək, Z 28 olacaq, sürətlə havaya qalxan helium olacaq, havaya qalxmayan isə nə olacaq? Oksigen qazı. 39-da bizə nə deyir? Deyir ki, karbon qazının verilmiş həcmlərinə uyğun olanları müəyyən edin. Karbon qazı verilib CO2. Biz bunu moldan da getsək rahat olar əslində. Məsələn, 4,48 litrim 22-4-ə bölüb mol tapa bilərik. Və yaxud da ki, lap tənasüblə gedək. 4,48 litrimin CO2-min neçə molekul olduğunu tapın. Bilmirəm, neçə molekuldur. 22,4 litrim isə nəyə bərabərdir? 6,2 vurulsun 10^23. İndi baxın, birini yazacağım, digərlərini də buna uyğun işləyib özünüz tapacaqsınız. Burada X-i tapanda nə etməliyəm? 4,48-i vurmalıyam 6,2 vurulsun 10^23-ə və bölməliyəm 22,4-ə. Mən də burada vergüldən azad eləmək üçün sürəti də 100-ə vururam. Məxrəci də 100-ə vururam. Onda vergülüm getdi, bir onu əlavə elədim. 448-dən 224 ixtisar getdi 2. 2-ni 6,2-yə vuranda 12,4 vur 10 üstü. Burada 23-lə də 10 ixtisar gedərdi əslində. 10 üstü 22 qalardı. Sonra isə mən nə edirəm? Baxın, burada 12,4 deyə bir cavab görmədiyimə görə vergülü bu tərəfə atıram. Bu tərəfə atanda mən demək ki, nə etmişəm? Sürət və məxrəci 10-a vurmuşam. Yəni 1-ə vurmuşam. Bir dənə də 10-da 10 kimi götürsəm. Onda 1/1000-də 204-ə keçər bu. Və həmçinin burada da 22-ni 2-ni artırar 1. Qüvvətlər toplayaram da 22 ilə 1 toplayaram.
23 olar. Demək ki, birinciyə uyğun gələn nə olmalıdır? 2. Birinciyə 2 uyğun gələcək. O da ya C-də var, ya Y-də var. Sonra 8,96-nı 11,2-ni bu qayda ilə hesablayıb, hansına uyğun gəlirsə uyğunlaşdıracağam. Vaxt itkisi olmaması üçün birinin yolunu göstərdim ki, özünüz tapasınız, sonra uyğunlaşdırarsınız. 40 da yenə də kimin nə sualı olsa dərs zamanı səsləndirə bilər sualını və yaxud da ki, dərsə qədər də yazıb soruşa bilərsiniz. Mis SO4 vurulsun 5 molekul H2O. Baxın, 0,2 mol verilib. Neçə mol atom var bilmirəm. Mol atom deyir. Baxın, bilmirəm nə qədər deyir. 1 molunda isə baxaq görək nə qədər atom var. 1, 1, 4. Elədi 6. Burada isə 3 vur 5. Nə elədi? 15. Bu 6, 15. Ümumilikdə oldu 21 atom. Demək, mənim x-im nəyə bərabərdir? 0,2 vur 21 oldu 4,2. 41-ci suala baxaq. 42-ni özünüz sərbəst işləyərsiniz. Demək, x, y 4 verilib. Deyir 6,2 vurulsun 10 üstü 23 sayda atomu olan. Baxın, bu 6,2 vurulsun 10 üstü 23 görəndə çaşmayın ki, bu aşağıya düşəndə, yuxarı düşəndə. Diqqətli olun. Deyir ki, bu sayda atomu olan x, y 4 birləşməsi neçə moldur? Soruşur ki, neçə moldur? Bilmirəm, x moldur. Atom dediyinə görə aşağıya nə düşməlidir? 6,2 vurulsun 10 üstü 23. Atom deyirsə, baxın 1x 4 dənə də y var demək. Ümumilikdə 5 atom. Vur 5. Burada uyğun gələcək. Molun aşağısına nə düşürdü? 1 mol. 6,2 vurulsun 23-lərimiz ixtisar gedər. 5x-imiz bərabər olar 1-ə. X də bərabərdir. 5-də 1, yəni 0,2. Sonra 42 evə qaldı. 43-ü özümüz burada işləyək. Baxın. Demək, A2, B4 birləşməsini deyir. 0,25 molunda cəmi neçə atom var? Bilmirəm neçə atom var. Molun aşağısına 1 mol düşməlidir. 1 molda isə nə qədər atom var? 2 üstə gəl 4, 6. 6 vur, 6,2 vurulsun 10 üstə 23 sayda atom var. Sonra gəldik 44 evə qaldı. 45-ci sualı. X2, O3 verilib. Deyir ki, 0,5 mol birləşmənin kütləsi 5,1-ə bərabərdir. Molun aşağısına 1 mol düşməlidir. 1 molun kütləsi nəyə bərabər olar? Mr, yəni molyar kütləyə. Onu da hesablayanda 2-ni vururam. X-in nisbət atom kütləsini bilmədiyimə görə elə X yazıram. Üzərinə də gəlirəm. 3 vurulsun 16. Hesablayacaqsınız bunu da. Sonra 46-cı sualda. Baxın, bizə verilib XH3, X2Y, XY2 mol sayları verilib. Bu A mol, A mol, A mol. Bizdən atom saylarını soruşur. Baxın, burada mənim neçə atomum var? 1, 3, oldu 4. Atom sayı demək ki 4 A kimi götürək ümumi. Burada heç bu A'ları da çıxsam eynidir. Tutaq ki 1, 1, 1 götürmüş olsaydım, misal üçün. Nəyə bərabər olardı? Burada bərabər olardı 4-ə, burada 3-ə, burada yenə 3-ə. Çünki burada 3 atom var, burada isə 3 atom var. Sonra da müqayisə edirəm. 4 böyükdür, üstdən də 3 bir-birinə bərabərdir. Əgər bu N1 idisə, bu N2, bu N3 idisə, onda belə yaza bilərik. N1 böyükdür, N2 və N3 isə bir-birinə bərabərdir. Burada doğru cavabımız olacaq D-də. Sonra baxın 47-də deyir ki, maddənin 0,5 molunda 1,806 vurulsun 24 sayda atom var. Biz burada hər birini ayrı-ayrılıqda yazıb hesablamağımıza gərək yoxdur. Belə yazarıq. Demək 0,5 molumuzda 1,806 vurulsun 24 sayda atom olduğunu bilirik. 1 molumuzda bəs nə qədər atom var? Bilmirəm axı neçə atom var. X vurulsun, atom dediyinə görə, yəni 6,2 vurulsun 23-dən istifadə edirəm. İndi gəlin buradan X-i hesablayaq. X-i hesablayanda nə olacaq? Dayandırım, mən hesablayayım. Baxın, burada hesabladım, mən tapdım ki, X 6-ya bərabərdir. Demək ki, mənim hansı maddəmi götürsəm, onda 6 dənə atom olmalıdır. Baxıram, birincidə 2 üstə gəl 6, 8 atom var. Bu çıxdıq. 2 üstə gəl 4, 6 atom. Bunu götürə bilərəm. Burada 3 atom çıxdı. Burada 2 üstə gəl 4, 6 atom götürə bilərəm. Burada isə 5 atom çıxdıq.
Sonra gəldik digərinə. 48-də hansı maddələrin deyir 0,5 molu 11,2 litr həcm tutur. Biz bilirik ki, qazların 1 molunun tutduğu həcm 22,4-ə bərabərdir normal şəraitdə. Demək ki, burada bizə verilən 0,5, 1,2 isə 1 molumuzda nə qədər olacaq? 22,4 olacaq. Qazdan söhbət gedir. Brom maye, xlor qaz, yod bərk, oksigen qaz, ozon qaz. Sonra deyir, hansı maddənin 1 molunda eyni sayda atom var? Burada oksigendir, burada H2O-dur, burada azotdur, burada isə arqondur. İndi eyni sayda atom olanı tapmaq lazımdır. 50-ci sualı mən izah edirəm. 51-i siz özünüz işləyəcəksiniz. Və yaxud da belə deyək, 51 elə bir arxadan, geridən belə deyək də, irəliyə doğru gəlirik. Burada isə düzgün istiqamətdə gedirik də, birincini həll edib, sonra ikinciyə keçirik. 51-ə baxaq, 50-ni özünüz sərbəst işləyərsiniz. Baxın, NO verilib, mənə deyir ki, həcmi x-dir. Atomların sayı 2A-ya bərabərdir. Normal şərait dediyinə görə həcmin aşağısına düşməlidir 22,4. Atom sayılarda deyəndə burada 2 atom var. 2 vurulsun, Na yaza bilərik. Na 6,2 vurulsun 23-ə bərabərdir. Digərində nə edirəm? C2H2-ni yazıram. Mənə deyir ki, 11,2 litr. Və normal şərait dediyinə görə 22,4-ü aşağı yazıram. Burada atomlarımın sayı A-ya bərabərdir və neçə atom var? 4 vur Na kimi yazıram. Gəlin, A-nı tapaq. A tapanda bu hissəni də ona vursam, ixtisar gedir ümumiyyətlə burada 2 qalar. Mən A-nı 2 vurulsun Na taparam. İndi gətirib burada A-nın yerinə 2 vurulsun Na yazacağım. Baxın, x-i tapanda nə olacaq? Bu Na-larım nə qədər oldu? 4 vurulsun Na oldu da. Bu Na-larım ixtisar gedər. X-im nəyə bərabər olar? 4 vur 22,4 böl 2-yə. 2, 4-lə ixtisar getdi 2. 2-ni də 22,4-ə vuranda cavabı 44,8 alaram. 52-yə baxaq. Burada nə verib bizə? Baxın, 1 mol hidrogen verilib. Yəni 1 mol hidrogenimiz var. Onun qramı nə qədər oldu? 1-i 2-yə vurduğumuz zaman 2. M qram maddəm var və deyir ki, birinci və ikinci qabların kütlələri eynidir. Əgər bunların kütləsi eynidirsə, onda 2 üstə gəl M nəyə bərabər olacaq? Bu tərəfdə də 0,5 mol CO2 var. Kütləni tapanda nə edirdik? Qarşıdakı molu onun molyar kütləsinə vururduq. 0,5-i molyar kütləni tapanda CO2-də 12 üstə gəl 2 vurulsun 16, 32, elədi 44. Yəni 2-də 1-i 44-ə vuranda 22 alacam, düzdürmü? İndi M-i tapanda M də bərabər olur 22 çıxılsın 2, yəni 20-yə. 53-cü məsələyə baxaq. Bizə deyir, molekulunda karbon atomlarının sayı bərabərdir. Yəni AAA verib. Qazların ümumi mol miqdarı isə 7-dir. Baxın, mən burada verilmiş CH4, C2H4 və yaxud da ki, C4H2-dir, düzdürmü? Atomların sayını bərabərdir deyəndə. İstəsəm mən bunları 4-ə gətirərəm, istəsəm 8-ə gətirərəm, istəsəm 12-yə gətirərəm. Ancaq mənə digər bir ipucu verib. Deyir ki, ümumi mol miqdarı qazların 7-yə bərabər olsun. Mən ona görə ən kiçiyi ilə işləməliyəm. Yəni 4-ə gətirməliyəm karbonların atom sayını. Burada 1-dir. 4-ə gətirmək üçün 4-ə vurmalıyam. Yəni 4 mol götürməliyəm CH4-dən. Burada 2-ni 4-ə gətirmək üçün 2 mol götürməliyəm. 4-ü 4-ə gətirmək üçün heç nəyə ehtiyac yoxdur. Yəni 1 mol götürürəm. İndi buradan baxdım ki, mənim həqiqətən buradakı qazlarımın mol miqdarı 7-yə bərabərdir. Qarşının da kütləsi 178-dir. Dedik ki, kütləni tapmaq üçün nə etməliydik? Hər birinin ayrı-ayrılıqda kütləsini hesablayıb cəmləməliydik. Bu eləyər 4 vur 16, 64. Bu hissə eləyər 2 vur, molyar kütləni tapanda 24 üstə gəl 4, 28, 2 vur 28, elədi 56. Bu hissədə isə artıq 1-i vururam nəyə? Mən C4H2-sə. Karbonun sayı 4-dür, bir dənə də karbonun nisbi atom kütləsi 12-yə bərabərdir. 4 vur 12, elədim 48. Üzərinə də hidrogenin sayı x-dir. Nisbi atom kütləsi 1-ə bərabərdir. Buranda eləyəcək nə? X. Demək ki, mənim 64, üstə gəl 56, üstə gəl 48, üstə gəl x-im bərabər olur 178-ə. Buradan x-i hesablayaq. X də bərabər olur 178-dən 168 çıxanda 10-a. Vaxt ikisi olmasın deyə mən dayandırmalı oluram. Baxın, 54 də yenə uyğunluqdur. Yenə gəlin birini yazaq.
Burada demək neynirik? Birincidə baxırıq ki, azot verildi. Azotda 5,6 qramda nə qədər molekul var? Bilmirəm. Tutaq ki, X qəbul elədim. Yenə qram veribsə aşağıya 28 düşməlidir. Burada molekulların sayı isə 6,2 vurulsun 10 üstü 23-ə bərabər olur. Gəlin indi hesablayaq. X tapanda bunu da ona vursam, bu hissəni də ona vursam 56, 28 ixtisar etdi 2. X-imiz bərabər olacaq. 12,4 vurulsun 10 üstü 23 böl 10'a. O da olur 1,204 vurulsun 10 üstü 23'ə. Baxın, birinci uyğun gələcək A'ya. Keçək ikinciyə baxaq. CO2-ni yazdıq. 2,2 qramdır. Bilmirəm neçə molekul var. X molekul var. Qram 44'dür. Ona uyğun gələn molekul isə 6,2 vurulsun 10 üstü 23'ə bərabərdir. Gəlin Y yazaqlar burada. Y bərabər olacaq nəyə? Baxın, buranı da ona vursam, buranı da mən bəlkə də hesablamam sizə qəribə gəlir. Mən bu şəkildə gedirəm. 2 ilə də 6,2 gedəndə burada 3,1 qaldı. 10 üstü 23 ilə də 10 ixtisar aparsam cavabım oldu 3,1 vurulsun 10 üstü 22. Demək ikinciyə də birinciyə A uyğun gəldi, ikinciyə Y uyğun gəldi. Üçüncüdə də tapaq CO-nu 2,8 qram. Bilmirəm neçə molekuldur. Z molekul yazaq. 28 qramım 6,2 vurulsun 10 üstü 23 molekuldur. Demək burada da 0,1 6,2 vurulsun 10 üstü 23'ə vuracağım. O da nə qədər oldu? 6,2 vurulsun 10 üstü 22. Uyğun gələcək D bəndinə. 55'də yenə uyğunlaşdırmada bu şəkildə yazacaqsınız.